Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünə məşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim olunub. Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 4 aydır məskunlaşıram Bəylik kəndində. Heç bir işlə məşğul deyiləm olmadığım üçün Dövlət Məşğulluq Agentinə müraciət elədim, özünə məşğulluq xidmətinə, heyvandarlıq üçün, qoyunçuluq üçün. Və çox sağ olsunlar, var olsunlar, heyvanla məni təmin elədilər. Heyvanla baxdım, sağlamlığına, sağlığına, hamısı qaydasındadır, heç bir problemi yoxdur. Allah çox-çox dövlətimizdən razı olsun. Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülmüş sakinlərdən özünə məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb.